sportiv ayaqqabı giyinib bir dənə maşını gidirirəm ki, tez çatım. Çünki bura bizim dədə-baba torpaqlarımızdır. Burada biz böyümüşük, burada bizim böyüklərimiz burada işləyib, yaradıb, durur və bu 30 il bizim torpaqlarımız erməni işğalında olubdur və bizim bu günləri Ali Baş Komandanımızın, möhtərəm prezidentimizin rəhbərliyi ilə apardığı siyasət nəticəsində və bizim ordumuzun, qüdrətli ordumuzun canı bahasına, qanı bahasına bu torpaqlarımız alındı. Çox şükür. Bayaq buradan bir 3 nəfər oğlan gəlib Gəncədən. Deyirlər ki, Zəfər yoluna getmək istəyirəm. Deyirəm, gedin. Gedin, baxın orada. Bizim oğullar haralardan çıxıb. Şuşanlıqlar, buranın antiterroru bir sutkuya təmizləyiblər. Heç kəsin alına gəlməzdi ki, Xocalı, Xankəndi alına. Heç kəsin alına gəlməzdi. Ağdamı, o ətraf rayonları deyə bilərdik. Çünki onları tam dağıtmışdılar, amma buralarda yaşayırdılar. Heç kəsin alına gəlməzdi ki, bu torpaqlar alına və biz bu günləri gələk, burada biz yaşayaq, yaradaq və burada bizim şəhidlərimizin ruhu şad olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnqilab İsmailov, Milli Qəhrəman İnqilab İsmailov bacısı da əyləşib burada. Yəni, burada hər ailədən, hər nəsildən şəhid var. Hər ailədən, hər nəsildən var. Belə bir nəsil yoxdur ki, orada şəhid olmasın, amma belə Tofiq Hüseynovun qardaşı Bakir Hüseynov fakt. Yəni, böyük itki verirlər, yoldaşı, övladı itkin düşdü, şəhid oldu. Yəni, bunlar hamısı çox adamlar, üzr istəyirəm, biraz çox danışdım. Bəzi insanlar var ki, şəhid adı gələndə, şəhid adiləşmiş bir söz kimi qəbul edirlər, amma şəhid bilirsiniz kimdir? Şəhid bir atanı, ananı, bir övladı, övladları, bacını, qardaşı, qohum əqrəbəni onsuz qoyan bir insanlar da şəhidlər. Torpaq uğrunda gedənlər də şəhidlər. Düzdür, belə insanlar var ki, düzdür, şəhid adına leşəni gətirir. Bunu etiraf eləyək. Var o, tək-tük insanlar var. Amma mən alqışlayıram o insanları ki, onlar şəhid adına ləkə yox, şəhid adına ucalıq gətirirlər. Siz də Ayşə xanım, onlardan birisiniz. Hamınız Samira xanım, hamınız onlardan birisiniz. Mən bunları fakt görüb deyirəm. Amma məni tanıyanlar bilir ki, mən düzünü deyən insanların heç bir vaxtda yalan danışası deyiləm. Və mən sizə minnətdaram ki, bu günləri tədbiri keçirdiniz və mən də çox xoşbəxtəm ki, buradayıq. Biz buradayıq, Xankəndindəyik və bu günləri mən burada bir balaca tədbir təşkil olunub. Mən burada ürəkdən sevinirəm ki, mən işlətdiyim bir abiddə gəldi bu tədbir keçirildi. Təşəkkür ediriz. Çox şükürlər olsun bu günə. Hamımız buradayıq. Bu balacaları da təbrik edirəm ki, sentyabr ayı gəlir, məktəbə gidəcəklər və onlar fikirləşsinlər ki, həyatda vətəninə, torpağına, valideyninə layiq övladlar olsunlar. İki cürə gənclər var. Biri lap pis, biri lap yaxşı, orta yoxdur. Mən istəyirəm ki, ortada olsun. Yəni, bu dövlətin gələcəyi, quruculuğu sizlərin əlindədir. Nətər ki, sizin valideynləriniz bu günləri işləyir, bu günləri qrup yaradır. Siz də gələcəkdə onların davamçısı olasınız və inşallah universitetlərdə, magistraturada, nə bilim, daha da böyük yerlərdən sizin səsiniz gəlsin və biz də baxaq sevinək. Allah hər birinizi var eləsin. Xoş gəldiniz. Sağ olun, təşəkkür edirəm. Deyirəm, başda siz olmaqla belə tədbir keçirməyiniz üçün sizə təşəkkürümü bildirirəm. Əlbəttə ki, bizim ailə üçün də çox qürur verici bir an oldu ki, biz də bu gözəl Qarabağımızda yaşamağı Allah bizə nəsib elədi, biz burada yaşamağı gördük. Mən həmişə özümü öyünürəm. Ancaq ki, mən həmişə bu vətənə, Qarabağın harası olsun, həmişə fəxr eləmişəm ki, mən ora qürurla gedəcəm. Ona görə ki, mən birinci növbədə üzr istəyirəm böyüklərdən. Yoldaşım, ikinci qrup Qarabağ əliyəm. Böyük övladım, yəni ki, o vaxtı
biz nə qədər də təşəbbüs görsək də, bax bu övladım özü voyinkomatda könüllü getdi Ağcakətdə, öz iştirak elədi. Allah can sağ. Düzdür, ondan əziyyət çəkmişdim. Elə oldu ki, Allah təala mənim qismətimə elə bir qismətdə gətirdi, çıxartdı ki, kiçik övladım əskər getdi, o da antiterror iştirakçısı oldu. Yəni mən bunlarla qürur duyuram. Öz vətənimizlə, prezidentimizlə. Burada da özüm dövlət işindəyəm. Öz işimlə qürur duyuram. Çox xoşbəxt bir insanam ki, Allah təala mənim ailəmi, sevənlərimizi Qarabağ torpağında yaşamağı bizə nəsib elədi. Bunun üçün Allahdan bütün şəhidlərimizi, mən hər girəndə, o torpaqda işləyəndə, onu mən özüm şifahi deməklə deyirəm, Allah ürəyimizə görə bilir. Hər oturanda, duranda deyirəm, şəhidlər, Allah sizə rəhmət eləsin. Sizin başınızda baş əyir. Vallahi billahi. Biz onlara borçluyuz. Başda da prezidentimiz olmaqla Allah prezidentimizi qorusun. Çox sağ olun, var olun. Çox sağ olun. Çox sağ olun. İndi sözü verək bizim şəhid ailəsinin üzvü, sakirimiz Şahmuradova Təranə xanıma. O da öz hisslərini bölüşsün bizimlə. Ayşən xanım, mən ilk öncə sizə təşəkkürümü bildirirəm bu tədbiri təşkil etdiyinizə görə. Bayaq Samira xanım elə nahara az qalmışdı mənə bildirəndə, yəni dərhal mən qərar verdim ki, mən gərək burada iştirak edək. Çünki hamımızın borcumuzdur belə bir tədbirləri keçirmək və o tədbirlərdə iştirak etmək hamımızın borcumuzdur. Və ikinci bir tərəfdən mən çox sevindim ki, bugün milli qəhrəmanımızın siz ailə üzvlərindən, siz və onu tanımağıma da çox sevindim. Samira xanımla hər gün işdə bir yerdəyik. Mən onu qeyd eləmək istəyirəm ki, yəni həmişə hər yerdə deyirik, Xankəndi Xocalı sakinlərindən elə bir ailə yoxdur ki, o faciəni yaşamasın. Elə bir ailə yoxdur, bəli. Bu danılmaz bir faktdır. Bir balaca kənara haşiyə çıxacağım, siz bayaq Serbiyanın adını qeyd elədiniz. Mən 2022-ci ildə Serbiyada oldum. Onların da başına gələn o faciə ilə tanış oldum və mən onların kitabına qeyd elədim ki, sizdə olan faciə ilə Xocalı faciəsi eynidir. Bir fərqimiz var. Onlarda 10.000 adam qırılır, amma bizdə 623. Bax, onu o kitaba öz imzamdan qeyd eləmişəm. Amma eyni faciə, inanın, eyni faciə. Kino filminə baxdıq bir sahada yaxın orada. O faciələrdən yaşananların ailəsindən də bir bizik. Mən də Xankəndi sakiniyim. İki qardaşımı itirmişəm. Həyat yoldaşımı itirmişəm. Həyat yoldaşımın qardaşı itkindir. Qardaşımın biri şəhiddir, biri itkindir, yoldaşım şəhiddir. Bugün qayıtmışıq Xankəndinə, bəli. Borcumuzdur, birinci bura qayıtmaq bizim borcumuzdur. Buranın, Xankəndinin hər bir addımında bir xatirəmiz var. Bəli, 4 nömrəli məktəbi bitirmişəm, birinci təhsilim burada instituta birinci təhsilim olubdur. Bugün də qayıtmaq məqsədimiz odur ki, o viran qalmış yurdumuzun işığı yanıq. Və çox şükür ki, bugün buradayıq. Çox şükür. Mən yenə sizə təşəkkürümü bildirirəm ki, ən azından bugün yığırıq bura, biz bir-birimizin dərdini dinləyirik. Mən təşəkkür edirəm gəldiyiniz üçün, çox sağ olun. Və bu uşaqlarımıza da üzümü tutub deyərəm ki, Allah onların gələcəyini o qədər işıqlı eləsin ki, Allah onlara gözəl bir həyat nəsib eləsin. Bəli, onlar bizim davamçılarımızdır. Biz yəqin ki, bir gün bu dünyadan köçüb gedəcəyik, amma onların ömrü davam edir.
bir daha təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm. Sağ olun. Və onlar da inşallah Çox heç sağ bir olun. zaman unutmazlar ki, Azərbaycan xalqının başına gələn Bəli. o cinayətləri, o soyqırım hadisələrini heç zaman unutmazlar. Bizim də məqsədimiz odur ki, gənclərimizə bunu aşılayaq və daim onların yaddaşında Bəli. olsun ki, biz hansı yolları keçmişik və hansı yollarla gəldik, yenidən bu torpaqları canlandırdıq. Allah Cənab Prezidentimizin canını sağ eləsin, Allah ordumuzu qorusun, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gözəl günləri bizə yaşatdığı üçün bizə o qədər sevincdir. Keçən il mən bura gəlirəm, məsələn, yolda maşında veyizdə vururuq. Xocalı qızım deyir ki, mama necə gözəl hissliyə, biz bunu nə vaxtsa heç xəyal edə bilməzdik ki, biz xəritədə Xocalı yazıb Xocalıya gedəcəyik, amma biz artıq gəlirik, buradayıq. Yəni bu çox gözəl bir hissdir, bunun üçün də yenə deyirəm. O analara təşəkkür edirəm. Bax, məsələn, şəhid bacısı əyləşir. Şəhid xanımısınız, şəhid bacısınız. Samira xanım özü nəslində 49 yaxın oğlunu itirib, atasını itirib, əmisini itirib, nənə babalarını itirib. Yəni, biz onların sayəsində, onların artıq mən çox əminəm ki, onların ruhu şaddır. Və Cənab Prezidentimizin uzaq görən siyasəti nəticəsində biz gəldik bugün yenidən öz torpaqlarımıza qayıtdıq. Düzdür, 30 il əziyyət çəkdik, amma artıq öz torpaqlarımızdayıq. Heyif ömrümüzdən gedən 32 ilə, vətənsiz 32 ilə, çox heyif. Amma neyindir? Başmarılıq. Çox sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox istəyərdim ki, Samira xanım da bir şəhid qızı kimi, bir şəhid ailəsinin nümayəndəsi kimi öz ürək sözlərini deyərdi. Çox sağ olun Ayşə xanımcığım. Mənə söz verdiyiniz üçün hər birinizi salam verirəm. Hörmətli tərbiyəçilər, işləticilər, əziz uşaqlar. Mən də bir şəhid övladı kimi Xocalı şəhərindən məcbur köçkünlüyə düşmüş. Sonda Xocalıya qayıtmağımıza görə çox böyük sevinclə qayıtmışam mən Xocalıya. Və burada mən işləməyi özümə qürur bilirəm. Burada yaşamağı, çalışmağı, yaşayıb yaratmağı özümə qürur bilirəm. Yəni mən həm də bura qayıtmaqla şəhidlərimin ruhunu şad etmiş oldum. Və mən əminəm ki, mənim atam, əmim, babam, nənəm, büyüklərim göy üzündən onlar ruhları bizə baxır və onlar bunları şad edir ki, biz artıq öz torpaqlarımıza qayıtmışıq, onların övladları bu yolda davam etdirir, onların yarım qalmış ömürlərini, yarım qalmış işlərini biz davam etdiririk. İnşallah gələcəkdə də bizim övladlarımız bizim yolumuzu davam etdirər. Qarabağımız şükür ki, bugün azaddır. Allah Ali Baş Komandanımıza can sağlığı versin, ordumuzu daim var eləsin ki, bizə bu günləri yaşatdı və bu günlər bizim bayağı Ayşə xanım qeyd elədiyi kimi yuxumuza da, yatsaq yuxumuza da girməzdi ki, biz bu günləri görəcəyik. Şükür olsun bu günə ki, biz artıq qayıtmışıq, doğma evimizdə, obamızda yaşayırıq, yaradırıq və övladlarımız da, gələcək nəsillərimiz də bu yolu davam etdirəcəkdir.